Salam değerli izləyicilər, sizin üçün Time 2025 test toplusunda ümumi sınaq 4-ün izahatını verəcəyik. Suallarımıza keçid alaq. Birinci sualda qeyd edilir ki, məntiqi ardıcılığı tamamlayın. 1468-ci ildə yaranmışdı. Əhpər sazişinə görə 2 yerə parçalanmışdı. Təbii ki, bu Ağqoyunlu dövlətindən söhbət gedirsə, Qoyunhisar döyüşünə qələbə qazanmışdı. Bu Ağqoyunlu dövlət deyildi 1461-ci ildə, götürmürük. Paytaxtı Marağa yox, Təbriz olmuşdur. Şirvanşahlarla Səfəvi əleyhinə ittifaq bağlamışdı. Doğrudur. Məsələn, o 1488-ci ildə Şahdağ döyüşündə Yaqub Padşah Fərrux Yasarla ittifaq bağlayır və Səfəvilərə qarşı çıxır. Doğru cavabımız C variantıdır. Xidmət müqabilində iqta yox, soyqal paylayırdı. Almabulağı döyüşündə süqut etmişdi. Doğrudur. Deməli, amma Əhpər sülhündən əvvəlkini tələb edirsə, biz bunu götürmürük. İkinci suala baxırıq. Sxemə əsasən Şah 1. Abbasın diplomatik əlaqə saxladığı dövlətlər sırasını tamamlayın. İngiltərə, Osmanlı, Moskva knyazlığı, digər isə Böyük Moğol dövləti, yəni doğru cavabımız burada D variantında göstərilib. Üçüncü suala baxırıq. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın birinci yürüşü zamanı ona qarşı ittifaq yaratmış xanlıqların tarixinə aid edə bilməz. Şəki xanlığının yürüşünə məruz qaldı. Məsələn, deyir ki, biri Qarabağ xanlığı olub. Məsələn, burada Şəki xanlığının hücumuna məruz qalıb. Doğrudur bu. 1785-ci ildə Quba xanlığından asılı vəziyyət olmuş. Lənkəran xanlığı da aiddir. Ona görə B-ni də götürmürük. Bir müddət Urmiyalı Fətəli xan Əfşardan asılı hala düşməsi. Bu da Qarabağ xanlığına aiddir. Götürmürük. Bir müddət iki hakimiyyətin mövcud olması Şamaxı və eyni zamanda Gəncə xanlığına aiddir. Ona görə də bu ikisi aid olmadığına görə D variantını götürürük. Gürcü Çarı 2-ci İraklinin hücumuna məruz qalıb. Ona görə də Y uyğun götürmürük. Növbəti 4-cü suala baxırıq. Azərbaycan Respublikasının konstitusiyasının qəbul etməsinin əvvəlki dövrə aiddir. Təbii ki, Azərbaycan Respublikasının konstitusiyası 1995-ci ildə qəbul olunub. Demək, bundan əvvəlki dövrdə istəyirsə, torpaq islahatı haqqında qanun 1996 olduğuna görə götürmürük. Azərbaycan yeni neft strategiyasının əsasını qoyulması, əsrin müqaviləsi, bəli, B variantı uyğun cavab olur. İnformasiya müharibəsində hücum diplomasiyası 2004-cü ildə, Təbriz Azərbaycan konsulluğu 2004, təhsil haqqında qanun 2009 olduğuna görə biz bunları götürmürük. Deməli, 5-ci suala baxaq. Xəritə sxemə əsasən doğru cavabları müəyyən edək. Deyir ki, doğru cavab ərazisində beynəlxalq hava limanlarının tikintisi başa çatdırılıb. 3-5. Yəni, əslində 3-5 indiki dövrdə baxanda 3 Laçın rayonu arası, 5 Füzuli rayonu arası göstərilib. Hər ikisində hava limanları inşa olunub, var. Ərazisində antiterror əməliyyatı zamanı düşməndən azad olmuşdur. 1 və 2, bir də Xocalı, 2 də Şuşa götürülüb. Ona görə də burada deməli, bu variantı da götürmürük. Təbii ki, 2 yanlış cavabdır. 2 ola bilməz. Baxırıq. Deməli, digər variantda deyir ki, 4-6 1-ci Qarabağ müharibəsi zamanı ərazisinin bir qismi düşməndən azad olmuşdur. Ərazisində zəfər yolu bu rayonların ərazisində keçməsi 1-2-5. Deməli, burada Xocalı və Şuşa rayonu, yəni Xocalı, Xocavənd, Füzuli, Xocalı, Xocavənd və Şuşa arasında keçdiyinə görə 1-2-5 doğrudur. Yəni 4 də aiddir. 3-5 rayon mərkəzi 44 günlük vətən müharibəsi illərində azad olmuşdur. 3-4-ə baxanda deməli 44 günlük vətən müharibəsi illərində azad edilməsi. Laçın və digər isə, məsələn, deyək ki, Cəbrayili götürmək olar, amma Laçını götürmək olmaz. Ona görə də 5 yanlışdır. 5 olan variantları da aradan götürsək, burada 1-3 əslində bu 2 variant da uyğun gəlir. Və yaxud 3-4. Bunların ikisini də, çünki Laçın ərazisində beynəlxalq hava limanı tikintisi başa çatdırılıb 2025-ci ildə. Yəni, biz burada 2 cavabı əslində götürə bilərik doğru cavab kimi. 6-cı suala baxanda qeyd edir ki, Eyler-Venn diaqramına əsasən uyğun olanları müəyyən edin. Burada qeyd edir ki, Azərbaycanın mərkəzi olan Ərdəbil olan vahid inzibati bölgədə yerləşdirilməsi 2-ci Abbasa aiddir bura. Daxili və xarici ticarətin inkişaf üçün tədbirlər görülməsi oxşardır.
İşğal olmuş Azərbaycan ərazisində Osmanlılardan azad edilməsi, bu təbii ki 2-ci Abbasadi üçün Nadir Şah xanlığı dövrünə aiddir. Ona görə də C-ni 2-yə götürürük. Vergilərin artırılması Nadir Şaha aiddir. Ordunun əsas hissəsinin süvari qoşun təşkil edilməsi də ortaq cəhət kimi o bir hissəsinin, əsas hissəsinin, deməli bir də D, bu 6-cı sualdır, bir də D, 2-də AC, 3-də BY, doğru cavabımız C variantı olar. Növbəti 7-ci suala baxaq. Uyğunluğu müəyyən edin. 1970-80-ci illərdə mədəniyyəti və memarlıq incəsənət. Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması 1945-ci ildə yaradılığına görə A uyğun deyil. Bakıda kosmik istehsal və elmi tədqiqat birliyinin yaradılması 1778 götürülür. Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış orta məktəbin açılması isə deməli 1971-ci il olduğuna görə B ilə C 1-ə düşür, bir də BC olur. Deməli bir də BC olan variantlara baxırıq. 2-də Məhəmməd Füzulinin 4400 ili 1996-da keçirilib. Bu aid deyil. O olmasın, bu olsun. Uzaq sahillərdə Ögey Ana filmləri isə 40-50-ci illərdə aiddir. B də uyğun deyil. Burada C uyğundur. Deməli, yalnız C olan variantı. Deməli, bir də BC. Deməli, bir də BC, 2-də C. Doğru cavabımız Y variantı olur. 7-ci sualda. 8-ci sualda xəritədə göstərilmiş qara dəniz ölkələrdən hansı haqqında məlumat verilməyib? Berlin Konqresinin qərarlarından əsasən Osmanlıdan asılılıq knyazlığa verilmişdi. Knyazlığa çevrilmişdi daha doğrusu. Bu Bolqarıstandır. 4 göstərilib. 1918-ci ilin mayında 1-ci Dünya müharibəsindən çıxdı. Bu Rumıniya ərazisidir. 3 də var. Yəni götürmək olmaz. ABŞ prezidenti Joe Biden Rusiyaya qarşı mübarizədə bu dövlət hərbi yardım göstərmişdi. Ukraynadır. 5 də var. Sovet təhlükəsinə qarşı AXC-dən hərbi yardım üçün müraciətdə hərbi yardım göstərilməmişdir. Təbii ki, burada deməli 8-ci sualda hərbi yardım göstərilmədi, məlumat verilməyib. Deməli, bu Osmanlı dövlətinə aid olan xüsusiyyətlər verilməyib, qalanlarında isə verilib. Deməli, burada 2 də var. Burada Osmanlı 1 olan A variantı uyğun deyil. Sonra 9-cu suala baxırıq. Türkiyənin 20-ci əsrin 20-30-cu illərdən fərqli olaraq 40-cı illərin ikinci yarısı tarix üçün xarakterli Şəriət və Vəqflər Nazirliyinin yaradılması var. Xarici dövlətlərlə müqavilənin bağlanması, bəli. Məsələn, Lozanna konfransı, 20 və yaxud Montre. Etatizm siyasəti tətbiq edilib Mustafa Kemal Atatürkün dövründə. Torpaq islahatı 1945-də verilib və 47-də həyata keçirilib. Ona görə də burada D uyğundur. İlk konstitusiyanın qəbul edilməsi 1924-cü ildə aiddir. Deməli, 9-cu sualda D uyğun cavab olur. Növbəti 10-cu suala baxaq. Deməli, qeyd edilir ki, hadisə nəticə əlaqələrin doğru göstərildiyi variantları müəyyən edin. Şərəf və mülkün qeyri-qanuni vergilər toplanması, Təbrizdə üsyanın baş verməsi, Monqolların deməli bu doğrudur, yəni 1 olar. Təbrizdə üsyanın baş verməsi. Monqolların 1239-cu ildə Dərbəndi ələ keçirməsi bütün Azərbaycanın Hülakilər dövlətində, yəni Ali Monqol xaqanlığının tərkibinə daxil olması. Ona görə 2 olan variantları aradan götürməliyik. Əbu Səidin Əmir Çobanı edam etdirməsi, Çobanilərin Hülakilər dövlətinin mühafizəsi uğrunda mübarizəsinə son qoyulması 3 də yanlışdır. Deməli, 2 ilə 3 olan variantları aradan götürməliyik. Burada Şeyx Üveysin Şirvana 1367-ci il yürüşü, Kabus İbn Keyqubadan cəlairlərdən asılı qəbul etməsi, Toxtamışın hiylə ilə Təbrizə elə keçirməsi, Elxanlar dövlətinin süqut etməsi. Xeyr, Toxtamış yox, bu Canıbə idi. 5 olan variantlar aradan getməlidir. Burada sualın doğru cavabı D variantı olur. 10-cu sualda D. 11-ci suala baxırıq. SSR-nə uyğunu, Azərbaycan SSR uyğunluğu müəyyən edin. 1. Sənayeləşdirmə, 2. Yeni iqtisadi siyasət, 3. Hərbi kommunizm siyasəti. Burada qeyd edilir ki, Gəncənin Azərbaycan 2-ci sənaye şəhərinin çevrilməsi yeni sənayeleşdirmə xəttinə aid edəcək 1-ə. Ərzaq vergisinin tətbiq edilməsi yeni iqtisadi siyasətə aiddir. Ərzaq sapalağı və ümumi hərbi mükəlləfiyyətin tətbiq edilməsi hərbi kommunizm siyasətinə aiddir.
Qolçomaların bir sinif kimi ləğv edilməli idi. Bu kollektivləşdirmə siyasəti, ticarət azadlığı isə yeni iqtisadi siyasətə aiddir. Y bəndi 2-yə gedəcək. Deməli 1-də A, 2-də 1-də A, 2-də B-Y, 3-də C. Doğru cavabımız A variantı olar. 11-ci sualda A. 12-ci suala baxırıq. Yanlış variantı müəyyən edin. Romanın bütün azad ailesi 2 qrupa bölünürdü. Bəli, patrisi və plebeylərə. Doğrudur. Tribun plebeylərə aid olan qərarlara veto qoya bilərdi. Bəli, xalq tribunları plebeylərə aid, konsulun və yaxud senatın plebeylərə aid olan qanunlarını qəbul edə və yaxud ləğv edə bilərdi. Düzdür. Muzlu ordunun yaradılması Roma Respublikasının mərkəzi hakimiyyətin də güclənməsinə səbəb oldu. Əslində zəifləməsinə səbəb oldu. Çünki hakimiyyət uğruna mübarizə, vətəndaş müharibəsinin baş verməsi, Qay Yuli Sezar, Pompey və Kras arasında. Ona görə də yanlış olan variant C-dir. Senatın etirazına baxmayaraq xalq yığıncağı Tiberinin qanunu qəbul etdi. Doğrudur. Sezar Qalliyaya canişin təyin edərək Qalliyanın yalnız Cənubi Romaya daxili. Doğrudur. 12-də C uyğun cavab olur. Növbəti 13-cü suala baxsaq, qeyd edilir ki, səbəb nəticə əlaqəsi gözlənilmişdir. Bəzi döyüşünün baş verməsi 8-ci əsrin 70-ci illərinə başlamış azadlıq hərəkatı yatırıldı. Bəli, 778-də başlamışdı Xürrəmlərin iki çıxışları. Elə A variantı düzdür. Digər variantlara baxsaq, Sasanilər dövlətinin süqut etməsi, Ərəb xilafəti yaranması. Xeyr, ondan əvvəl 630-da yaranmışdı. Sasanilər 651-də süqut edilib. 1-ci Qoçaq Vaçaqan hakimiyyətə gəlməsi, Albaniyada Mehranilər sülaləsinin hökmranlığı dövr başlandı. Xeyr, Arşakilər başlayır. Ərəb xilafətinin süqut etməsi, Şirvanşahlar dövləti yarandı. Ərəb xilafətinin süqut etməsi nəticəsində Hülakilər dövləti yarandı. Burada D səhvdir. Azərbaycan Səlcuq dövlətinin yürüşlərin baş verməsi Tiflis üsyan əmri süqut etdi. Xeyr, Gürcülərin hücumu zamanı, Gürcülər Didqori döyüşündən sonra olub. Ona görə də burada Y uyğun cavabdır. 14-cü suala baxanda xəritədə rəqəmlərlə göstərilmiş dövlətlərin hansına aid olan xüsusiyyətlər verilməmişdir. 20-ci əsrin 30-cu illərin ikinci yarısında faşist diktaturası İspaniyada qurulub. Bir olan variant var. İkinci Dünya müharibəsində cənub hissəsi faşist hökuməti quruldu. Təbii ki, bu Fransa ərazisində idi. Fransanın cənubunda hissəsində faşist hökuməti quruldu. Burada da çünki Fransa iki yerə bölünmüş oldu. 1940 Almanların işğalı nəticəsində 2 də var. 1943-cü ildə mövcud rejim ləğv olundu. Bu deməli İtalyan bu deməli Mussolini rejimin süqutu nəticəsində edilməsində İtaliyada yeni hökumət Almanlara müharibə elan etdi. 4 də var. Deməli 2-ci Dünya müharibəsi illərinə əsasən bitərəf siyasət yeridirdi. Bitərəf siyasət yeridir Türkiyə ərazisi. Təbii ki 3 də olan var. Deməli uyğun olmayan 5 rəqəm göstərilmiş ərazidir. Burada da B uyğun cavabdır 14-cü sualda. 15-ci sualda deyir ki, Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri buna diqqətlə fikir vermək lazımdır. Deməli Bakıda Böyük İpək yolu üzrə beynəlxalq konfransın keçirilməsi. Bunu götürə bilərik A variantına. Deməli 15-ci sualda deməli A-nı 98-ci ildə A 2-yə gedəcək. Əsrin müqaviləsinin imzalanması. Bu da xarici ölkələrləndir. Xarici iqtisadi. B deməli təbii ki 1-ə gedəcək. NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qoşulması. Bunu da əslində götürə bilərik. C 1-ə getməlidir. Xam neftin Bakı-Tiflis-Ceyhan neft ixrac boru kəməri vasitəsilə nəql edilməsi haqqında saziş imzalanması. Bəli, Türkiyə və Gürcüstandan D bəndi deməli təbii ki D bəndi 1-ə gedəcək. Yox, 3-ə gedəcək daha doğrusu. Və ilk bələdiyyə seçkilərinin keçməsi 1999 olur. Lakin burada bir cəhət var ki, bu daxili aid, yəni xarici iqtisadi əlaqəyə yox, daxili proses olduğuna görə, daxili siyasətə aid olduğuna görə Y variantı getməz. Deməli 3-ə Y variantı olan dara çıxırıq. Burada deməli 1-də BC olur, 2-də A, 3-də D uyğun olaraq bizim cavabımız deməli 15-ci sualda 1-də BC olur. Əsl müqaviləsi imzalanması. 2-də A bəndi, 3-də isə D. Doğru cavabımız Y variantında göstərilib. Növbəti 16-cı suala baxsaq, 16-cı sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin.
Burada qeyd edirik ki, Səfəvilərlə dostluq münasibətinin yaradılması 2-ci Bəyazitə aiddir. A bəndi təbii ki, Bəyazit belə deyək ki, Şah İsmaillə dostluq əlaqələr saxlamışdı. Venesiyalılarla mübarizənin başlanması, Venesiya ilə mübarizə. Təbii ki, burada Venesiya ilə mübarizə aparılması, eynicə Ağqoyunlu şahzadəsini himayə edən 2-ci Mehmetdir. C bəndi gedəcək deməli 1-ə. Özünü İslam dünyasının xəlifəsi elan edən D 1-ci Səlimə aiddir. Macarlarla sülh müqaviləsi bağlayan isə 1-ci Səlimə aiddir. Deməli, bir də burada 16-cı sualda 1-də C, 2-də A, 3-də D-yi, 4-də isə B olar. Deməli, B Venesiya ilə mübarizə hamısında aparılıb. Deməli, 16-cı sualda A variantı doğru cavab olar. Venesiya ilə mübarizə bunlar üçü də apardığına görə burada B ortaq cəhətdir. Deməli, A variantı doğru cavab olur. 17-ci sualda Azərbaycan Avropada feodalizmin son mərhələsi dövr üçün İngiltərə tarixinin ortaq və fərqli cəhətlərini müəyyən edin. Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485-ci ildə aid olduğuna görə A-nı götürmürük. Kilsənin dövlətə tabe edilməsi, Anglikan kilsəsi var idi. B var. Hökumətin iqtisadi siyasətə yeri istehsalı ticarəti himayə etməsi, bəli, proteksionizm siyasəti, bir də BC olan variantdır. 2-də Səfəvilər ilə müqavilənin imzalanması, ortaq cəhət. İspaniyanın dənizdə müstəmləkə siyasətçisi rəqiblərindən biri olması, bəli, bu 16-cı əsrdə, 17-ci əsrdə var. Parlamentin krala tabe olması, parlamentin krala tabe olan silki orqan olması. Deməli, burada deməli 2-də BC olmalıdır. İspaniya dənizdə B, C parlamentin krala tabe olan silki orqan olması. A yanlışdır. Çünki 17-ci əsrə aiddir. Səfəvilərlə dostluq müqavilə imzalanması ortaq cəhət deyil. Deməli, burada olmalıdır. Deməli, 1-də BC olur. 2-də 17-ci sualda olur. Deməli, 2-də ortaq cəhət soruşursa, A-nı da götürmək olar əslində. A, B, C, İspaniya dənizdə müstəmləkəsi olması düzdür. Bir də parlamentin krala tabe olan silki orqan olması. A, B, C uyğundur. 3-cü sualda dövlətin Böyük Britaniya adlanması 1707-ci ildə aid olduğuna görə A yanlışdır. Portuqallara qarşı Səfəvilərlə yardım göstərilməsi 1621-də uyğundur. Kral hakimiyyətinin və Lordlar Palatasının ləğv edilməsi aiddir. Deməli, bu 1649-cu ildə Respublikanın yaradılması ilə kral hakimiyyəti və Lordlar Palatası ləğv olundu. Deməli, 1-də olur BC, 1-də olur BC, 2-də oldu ABC, 3-də isə 3-də BC oldu. Doğru cavabımız D variantında göstərilmiş oldu. 17-ci sualda D variantı. 18-ci suala baxaq. 18-ci sualda daha əvvəl baş vermişdi. Bakı Şəhər Dumasının yaradılması 1905-ci ilin noyabr ayında, əkinçi 1875-ci ildə, neft sənayesində iltizam sisteminin ləğv edilməsi 1872-ci ildə, Nobel qardaşlar şirkətinin yaradılması 1879-cu ildə, Bakıda ilk mərkəzləşmiş telefon stansiyasının yaradılması isə deməli 1886-cı ilə aid olduğuna görə daha əvvəl baş verən, burada deməli uyğun ola, daha əvvəl baş verdiyinə görə burada əkinçi qəzetin yaradılmasını, daha doğrusu neft sənayesi iltizam sistemi ləğv olundu 1872 daha əvvəldir. Deməli, doğru cavabımız 18-ci sualda C variantı olar. 19-cu suala baxırıq. 19-cu sualda hadisə nəticə əlaqələrinin doğru göstərilmədiyi demək göstərilmədiyi cavabı müəyyən edin. Sakarya döyüşünün baş verilməsi, Mustafa Kemal Atatürk'ün marşal rütbəsinin verilməsi. Bu yanlışdır. Marna döyüşünə Almaniya 2 cəbhədə mübarizə aparmaq məcburiyyətinə qaldı. Bəli, İltrim Müsəyyətin müharibə planı baş tutmadı. 2 yanlışdır. Hindenburg ölümü Almaniyada bütün hakimiyyətin itiklərdən cəlməşməsi. Almaniyada avtoritar
faşist diktaturasının qurulması. 3 doğrudur, biz götürməyəcəyik. Tül-Amara döyüşündə Osmanlının məğlubiyyəti Bağdadı itirən Osmanlı dövləti Mudros müqaviləsinin şərtlərini imzaladı, təslim oldu. Xeyr, Tül-Amarada burada 1916-cı ildə əslində İngilis, Fransız qoşunları məğlubiyyətə uğradı. 5 Çanakkala döyüşlərində Türk ordusunun deməli qalibiyyəti Bağdadı itirən, deməli Osmanlı dövləti Mudros müqaviləsini imzalayaraq təslim oldu. Əslində səhv deyirsə 1-4-ü götürmək olar. 1-4 düzdür. Çanakkala döyüşündə Türk ordusunun qalibiyyəti Antanta qüvvələrinin İstanbula keçmə planını baş tutmadı. Yanlış cavabı götürməliydik. 1-4-ü deməli 1-4 uyğun cavab olur. Deməli 19-cu sualda 1-4 deməli Y uyğun cavab olur. 20-ci sualda qeyd edilir ki, eradan əvvəl 3-cü əsrin 2-ci yarısına aid deyil. Mehdi Tanrı'nın hakimiyyətə gəlməsi 209 olduğuna 3-cü əsrin 2-ci yarısına düşür. Bu müharibələrin başlanması eradan əvvəl 264 olduğuna görə deməli 3-cü əsrin 1-ci yarısındadır. Doğru cavabımız B variantıdır. Digər variantlara baxsaq, Sin imperiyasının süqutu deməli Sin imperiyasının süqutu 206-da 3-cü əsrin 2-ci yarısına düşür. Böyük Çin səddi 214-cü ilə aid olduğuna görə bu da aiddir. Artabazanın 3-cü Antioxdan asılı qəbul etməsi 223 olduğuna görə Y də uyğundur. Deməli, burada B uyğun cavab olar.